Bəlaları və dili qorumağa həvəsləndirmək. Dilin bəlaları çoxdur. Dilin insanı sürüşdürüb cəhənnəmə yuvarladığı yolları çoxdur və çox təhlükəlidir. Bunlardan misal olaraq qeybət, nəmmamlıq, söz gəzdirmək və bir də yalan. Dördüncüsü isə istehza. Kimisə lağ eləmək, istehza. Abdullah ibn Məsud deyir ki, radiyallahu anhu, Vallahi'l-ləzi la ilahe illahu mə alə vəchil ardı şeyun əhvacu ilə sicni min lisan. Deyir ki, and olsun o Allah'a ki, ondan başqa ibadətə haqq məbud yoxdur. Yer üzərində zindana atılmalı ən ehtiyaclı şey dildir. Əbu Dərdə deyir ki, qulaqlarına və ağzına ədalətli ol, insaflı ol. İnsana 2 qulaq və 1 ağız verilib. Çox eşitsin, az danışsın. Susmağı öyrən, susmağı vərdiş elə. Bu sənə çoxlu məhəbbət qazandırar və pis aqibətdən səni əmin edər və sənə vüqarlılıq paltarı geyindirər. Və susmaq səni sonradan üzr istəməkdən qoruyar. Nəsə dedin, səhv oldu, üzr istəyirəm, bağışlayın. Bəlkə də üzr istədiyin adam heç üzr istəməyə layiq insan deyil. Amma deyib sən məcbursan üzr istəməyə. Bugün də bizim halımız Salman Farisiyə ondan nəsihət istəyən kişinin halı kimidir. Deyir ki, mənə tövsiyə elə. Salman Farisi hiç danışma. Deyir ki, insanlar içərisində yaşayan adam mümkün deyil danışmasın, danışmaya bilməz. Deyir ki, danışsan, onda haqqı dinən. Haqq deyilsə əgər sus. Ama Said ibn Abdülaziz deyir ki, həyatda 2 kişidən birisində xeyir var. Yəni bu ikisində də xeyir. Ağıllı, düşüncəli, susan və bir də bilərək elmlə danışan. Ağıllı, düşüncəli, zəkalıdır, susur. Danışan da elmlə danışır. Qiss ibn Sa'idə və bir də Əksəm ibn Sayfi bir yerdə gəlirlər. Bir o birisine deyir ki, Adəm övladında nə qədər eyib, nə qədər günah görübsən. Deyir ki, çoxdur, saymaqla tükənməz. Amma mən saydıqlarım isə 8000 eyibdir. Yəni onlar günahlarını, öz eyiblərini sayırdılar. İndi amma biz başqalarının eyiblərini, günahlarını eşəlirik. Deyir, 8000 saymışam. Və bir dənəsi var ki, əgər onu istifadə eləsə, insanın bütün günahları, eyiblərin üstü örtülər. Nə dedi? Dilini qorumaq. Muvarriq el-icli deyir ki, hansı ki susmanın, dili qorumanın faydalarından, mən 10 il elə susmaq
danışmamağa öyrəndim. Və danışdımsa da, hər hansı bir şey dedimsə də, qəzəbləndiyim zaman danışmadım, demədim. Qəzəbləndimsə danışmadım ki, qəzəbim gedəndən sonra peşman olub üzr istəyəcəm. İnsan qəzəblənəndə gəl deyir də, sonra peşman olur, üzrxahlıq edir, amma getdi da. Allah Teala bizi islah eləsin.